Axşamınız xeyir olsun. Qarabağ Karvan Yevlax oyununa əsaslanma mətbuat konferansımız davam edir. Öncə Qurban müəllim fikirlərini bildirsin, daha sonra suallar. Axşamınız xeyir olsun, salamlayıram hər birinizi. Təbrik edirəm futbolçularımı. Çox deyərdim belə intizamlı oyun oynadılar. Həm oyun planında, həm də öz davranışlarında. Çünki belə oyunlarda səbirli olmaq çox vacibdir və oyun nizam intizamını pozulmaq çox vacibdir. Və əlaqəsi kubok oyunlarında və əlaqəsi bir oyunda və rəqibimiz də hansı ki 4 gün əvvəl oynamışdıq Karvana qarşı və bugün də baxmayaraq bir neçə rotasiya eləmişdi heyətində, amma çox yaxşı analiz eləmişdilər. Yəni gördüyünüz kimi yenə də 80-ci dəqiqəyə kimi rəqib qapısına yol tapa bilmədik. Düzdür, qol imkanlarımız oldu xeyli sayda, amma biraz dəqiqlik çatmadı. Amma ümumən belə oyunlar bəzən futbolçular üçün böyük bir fayda verir. Çünki rəqib səni yaxşı tanıyır, yaxşı analiz eləyib və sənə imkan vermir oynamağa, amma sən daima axtarışda olursan ki, hazırlaşdığımız bir neçə hücumu həyata keçirəsən ki və rəqibi məcbur eləyəsən ki, səhv etməyə. Və sonunda buna nail olanda biraz razı qalırsan. Çünki düşündüyün kimi, hazırlaşdığın kimi oyunun gedişatı sona çıxanda bu hardasa futbolçular bunu yerinə yetirir deyə, düzgün yerinə yetirirlər deyə razı qalıram. Və belə məncə maraqlı oyun oldu. Maraqlı oyun oldu. Hər iki komanda intizamlı oyun oynadılar dediyim kimi və azarkeşlərimə təşəkkür edirəm. Həm sağ tərəfimizdə durdu İmarətə, həm digər bizim orduya, hansı ki çox maraqlı, yaxşı azarkeş elədilər. Təşəkkür edirəm hər birinə və belə uğurlar arzulayıram Karvana, Füzuliyə. Buyurun. Buyurun. Mən Karvan haqqında təbrik edirəm. 2008-ci ildən bu yola çıxmışsınız Bakılı İmam oyunda. Ötən oyunda 800-cü oyunda Qarabağı meydana çıxartmışsınız. Sonunda şablonla bağlam çəkilədilər, amma yenə də gözəl ömrəsidir. Qurban Qurbanov üçün bu hansı hisslər keçirir və 1000 prinsipialdır. Yəni 1000-dən çox qalmış. Maraqlı sual oldu deyəsən, gelirsən. Düzünü desəm, özüm heç vaxt hesablamıram, belə ki 800-cü oyun və yaxud neçənci oyundur. Yəni sadəcə daha da bəlkə həvəsli oluram, daha da sevinməliyəm, əgər belə bir uğurlu statistika varsa. Yəqin hər bir futbolçunun arzuladığı bir rəqəm var, daha uzun müddətli oynasın və eləcə də hər bir məşqçinin düşündüyü bir karyera var, hansı ki uzun müddətli və uğurlu alınsın deyə. Və belə əgər uğurlu, belə deyək, qarşıda bir 200-300 oyun keçirəcəmsə, istəyərəm 1000-ə kimi çatsın və yaxud daha çox olsun. Yox, əgər uğursuz olsa, bəlkə biraz maraqsız olar. Amma hər bir halda biz öz üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmalıyıq. Layiqincə, istəyir bu 800 olsun, istəyir 10 olsun, istəyir 100 olsun, fərq etmir. Belə inşallah qarşıdakı illərdə də, qarşıdakı oyunlarda da çalışırıq ki, daha da intizamlı olaq, daha da məsuliyyətli olaq və belə yavaş-yavaş davam eləyək. Başqa, buyurun. İlk sənə sonlarında Marco Yunus'la bağlı episodda baş hakim həm rəqib futbolcu həm Dünya Kupası sarı rəqib göstərdi. Qurban Qurbanov da etiraz elədi. Qurban Qurbanov da etiraz elədi. Etirazınız oyun başlayandan sonra futbolcunun ayağına olan zərbələr idi. Yox, həmin epizoda biraz Yankoviçlik sanki bir o qədər də bir şey yox idi. Biraz Vadim daha biraz agresif oyuncudur. Orada hər ikisinə sarı verdi. Ona görə dedim ki, bəs bizim oyuncuya verməyə ehtiyac yox idi. Bəzən belə fikirlər olur da, kənardan biraz müdaxilə eləyirik. Amma sonra biraz sakitləşdik. Tanrı Sportun Qazan müsahibəsində bilib ki, 2007-ci ildə eməkçinin büdcəsi azaldığı üçün komandada getmişsiniz. Sizdən sonra gələn Petergeydə daha az büdcə ilə aşağı maaşa qalır. Yəni, bunlar doğru. Yəni mənə çox maaş verdilər, Petrjilə az.
belə olmaz əşya yəqin nəsə. Arzuma görə komandadan getdiniz. Belə bir müsaadəsində bizə də oldu. Bəlkə anlaşılmazlıq olar orada. Bilmirəm belə. Yəni keçmişə qayıtmağa ehtiyac yoxdur, amma ümumən belə ola bilər ki, nəsə biraz anlaşılmazlıq var orada. Buyurun. Orada təbii ki, elə münasibətdə oyunla bağlı sual verməyəcəm. Bəzən məşqçi olmasam da keçmiş oyunlara Qarabağ baxmağa xoşlayıram. Gördüyüm qədərlə Braga oyunu olsun, Bayer Leverkusen və son olaraq Napoli oyunu. Qarabağ daha çox 65-70-ci dəqiqələrdə qol vurur. İstər Bayer, istər Braga, Napoli ilə də bir 65-70 dəqiqə. Bunun əsas səbəbini nədə görürsünüz? Yəni, həmin dəqiqələrdə futbolçularda bir konsentrasiya düşürlüyüm olur. Çünki tam fiziki desək, bəlkə də düz gəlmir. Çünki Qarabağ Çempionlar Liqasında bütün oyunları yaxşı səviyyə keçir. Bunun əsas səbəbi nədir ki, məhz Bayer, Braga və Napoli 65-70-də Qarabağ qolları buraxır. Bunun əsas bir xüsusi bir səbəbi varmı? Yoxsa təzyiqdən irəli gələn sadəcə bir şeylərdir? Yox, deməzdim. Belə hər hansı bir səbəb var, ola bilər. Rəqib bəlkə daha çox hücumda olur, bəlkə daha çox bizi məcbur edir səhv buraxmağa. Amma belə yəni o dəqiqələrə baxmamışam. Biz həmişə bildirmişəm ki, fikirlərimdə ki, biz 90 dəqiqə oyundan qopmamalıyıq, 90 dəqiqə diqqətli, konsentrasiyamız yəni qaydasında olmalıdır. Belə düz desəm belə götür-qoy eləməmişəm. Yəni səbəb nədir deyə belə deməyim biraz yanlış olar bəlkə də. Çox sağ olun. Təşəkkürlər. Sağ olun.